Bakıda orqan alveri, tanınmış həkim və tibb qardaşı həbs edildi. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim uroloqu Əmrah Əliyev həbs olunub. Məlumata görə o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib. Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kəskin qaraciyər sirrozi diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15 min manat müqabilində könüllü donor tapacağını vəd verib. Bundan sonra o, bu işdə digər təqsirləndirilən iş yoldaşı kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən mağazanın birində satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirilib və ona 10 min manat pul müqabilində qaraciyərinin bir hissəsini transplantasiya edilməsinə razı salıb. Bundan sonra Əmrah Əliyev qadının transplantasiya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinə təqdim edib. Bu zaman o, komissiya üzvlərinə güya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb. Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının iclasında açılıb.